aksiyalarda iştirakın, universitetlərin müstəqil və daha Avropa yönümlü azad mövqe ortaya qoymasının təbii ki, məncə burada rolu var. Çünki elə həmin vaxtdan biz məlumdur Nağras Baş nazir və digər onların nümayəndələri tərəfindən ultimatumlar eşidirdik ki, müəyyən universitetlər var, onların müəyyən professorlar və yaxud asosiallaşdırılmış professorlar var, hansılar ki, tələbələrin beynini yuyurlar, onları aksiyalara getməyə söhbət və s. və s. və biz bundan irəli gələrək bunun qarşısını almaq üçün reformlar planlayırıq və s. Əslində bunu o vaxtdan elan etmişdilər və ondan irəli gələrək deyə bilərik ki, bu bir növ, yəni siyasi sifarişdir. Yəni bunun başqa açıqlaması ola bilməz. Detallara gəldikdə düz vurğuladın sən. Belə bir şey planlaşdırılır ki, yəni az saatda işləyən, amma fərqli universitetlərdə işləyən lektorların, professorların sayı çoxdur. Biz professor və asosiallaşdırılmış professor statusu olan şəxslərin maaşlarını artıracaq və onlar ancaq tam iş qaydasında işləyə biləcəklər. Digər pedaqoqların, digər lektorların ancaq pedaqoq statusu olacaq. Ondan sonra hər bir şeyi, proqramı bir dənə professor rəhbəri olacaq və onun bir neçə assistenti və s. digər elmi işçiləri və s. olacaq. Təbii ki, sırf kontroldur.